Mayın 7-sində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Tolamın iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Komünist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Tolam Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatı qəbul etdilər. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Energetika Naziri Pərviz Şahbazov və Vyetnamın Sənaye və Ticarət Nazirinin müavini Nguyen Hoang Long mübadilə etdilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Milli Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov və Vyetnamın Milli Müdafiə Naziri Bham Van Kiang mübadilə etdilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün əməkdaşlıq proqramını Azərbaycanın Ədliyyə Naziri Fərid Əhmədov və Vyetnamın Ədliyyə Naziri Nguyen Hai Nhi mübadilə etdilər. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Sənaye Enerji Qrupu arasında anlaşma memorandumunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Petro Vyetnam Şirkətinin Müşahidə Şurasının sədri Lem Mahan Hung mübadilə etdilər. Sokar Trading Singapore Private Ltd ilə Binson Refining and Petrochemical Joint Stock Company arasında anlaşma memorandumunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov və Binson Refining Şirkətinin Müşahidə Şurasının sədri Bui Ngoc Duong mübadilə etdilər. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində anlaşma memorandumunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və Vyetnamın Elm və Texnologiya Naziri Nguyen Man Hung mübadilə etdilər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycanın Mədəniyyət Naziri Adil Kərimli və Vyetnamın Mədəniyyət, İdman və Turizm Naziri Nguyen Van Hung mübadilə etdilər.